Daha bir məsələmiz diffraksiya qəfəsinə aiddir. Diffraksiya qəfəsinin uzunluğu verilir. Uzunluğu L olan və üzərində n sayda ştrix olan diffraksiya qəfəsinə normal istiqamətdə dalğa uzunluqları lambda 1 və lambda 2 olan işıq düşür. Bu dalğa uzunluqlarına uyğun ikinci tərtib diffraksiya maksimumları arasındakı delta x məsafəsini təyin edin. Diffraksiya qəfəsi ilə ekran arasındakı məsafə L-dir. Diffraksiya bucaqları çox kiçikdir. Yəni L uzunluğu və n say verilir. Qəfəsin uzunluğu L və yarıqların sayı n. Yəni birinci olaraq biz qəfəs sabiti necə təyin olunur onu yaza bilərik. D bərabərdir L bölünsün n. İkinci əməliyyat. Burada məsələdə verilir ki, bucaqlar çox kiçikdir. Bunun nə olduğunu göstərmək lazımdır. Yəni bu nə deməkdir? Bucaq çox kiçik olanda baxırıq bura. Bucaq çox kiçik olarsa bu iki xəttin uzunluğu bir-birinə çox yaxın olur. O səbəbdən də bu bucaqların tangensini sinusuna bərabər götürə bilirik. Yəni tangens alfa nədir? Tangens alfa qarşıdakı katetin, bizdə qarşıdakı katet x1'dir. Bitişik katete nisbəti. Bitişik katet ekrandan, qəfəsdən ekrana qədər məsafədir. Məsələdə verilir. Yəni x1 bölünsün L-dir. Sinus alfa bərabərdir. Qarşıdakı katetin hipotenuza nisbətidir. Hipotenuz yarıqdan maksimuma qədər, həmin dalğa uzunluğuna uyğun axtarılan tərtib maksimuma qədər olan məsafədir. Yəni onu da L ilə işarə eləsək olur x1 bölünsün L. Böyük L, balaca L. Kiçik bucaqlarda qeyd etdiyimiz kimi bunlar bir-birlərinə qiymətcə çox yaxındır. Ona görə birini o biri ilə əvəz etmək olur. Bu səbəbdən də tangens alfanı bərabərdir sinus alfa götürə bilirik. Yəni kiçik bucaqlarda. Bu hissə aydındır. Məsələdə nəyə görə kiçik bucaq ifadəsi işlənir? Çünki biz bu L-i tapa bilmirik. Maksimuma qədər məsafəni. Ona görə ekrana qədər məsafə verildiyinə görə onunla əvəz etmək asan olur. Üçüncü addım olaraq bu x1 və x2'nin ifadələrini yazırıq. Mən bunları alfa yazmışam. Bunlar filərdir. Yəni bunları fi ilə. Bu fi1, fi1, fi2, x1 bərabərdir L tangens fi1. Yəni o da bərabərdir L sinus fi1. x2 bərabərdir L tangens fi2 bərabərdir L sinus fi2. Bizdə x1, x2 var, L'lər var, sinuslar yoxdur. Yəni axtarılan delta x bərabərdir x2 minus x1'dir. Yəni bizim son nəticəmiz, biz bu şəkildə göründüyü kimi delta x axtardığımız x2'dən x1'i çıxmalıyıq. Ona görə x2'nin və x1'in ifadələrini yazmalıyıq. Dördüncü addımda o ifadələri yazırıq. Onu yazmaq üçün bizdə bir dənə sinuslar yoxdur. Sinusları maksimum şərtindən tapırıq. D sinus fi bərabərdir k lambdada. Bunu iki hal üçün yaza bilirik və oradan tapa bilirik. Yəni birinci hal üçün mən birbaşa D'nin ifadələrini də yerinə yazacağım. D L bölünsün n idi. Sinus fi1
bərabərdir k lambda 1. Buradan alınırdı ki sinus fi 1 bərabərdir. K'nın əvəzinə birbaşa 2 yazacağım. Çünki bizdə ikinci tərtibdir. 2 lambda 1 n bölünsün L. İkinci hal üçün L bölünsün n, yenə d'nin əvəzinə sinus fi 2 bərabərdir k lambda 2. Buradan alınır ki sinus fi 2 bərabərdir 2 lambda 2 n bölünsün L. Lazım olan ifadələrin hamısı var. İndi onların hər birini yerinə yazıb delta x üçün ifadəni alırıq. Bu 5-ci addımda delta x bərabərdir x2'nin əvəzinə L sinus fi 1. L sinus fi 1'in əvəzinə vurulsun 2 n lambda 1 bölünsün L çıxılsın x 2'dən x1'i çıxmalıydı. Ona görə bunu L2 eləyəcəm. İkinci halda L 2n lambda 1 bölünsün L. Burada dəyişməyən kəmiyyətlər var. Hər iki hissədə 2L n böyük L. Bunları mötərizə xaricinə çıxarsaq, delta x üçün sonuncu ifadəni alırıq. Sonuncu 6-cı delta x bərabərdir 2n L. Bunlar hamısı bizə verilib. Bölünsün L. Mötərizə içərisində lambda 2 minus lambda 1. Yəni bu ikinci tərtib iki müxtəlif dalğa uzunluqlu işıq şüası üçün ikinci tərtib maksimumlar arasında qalan məsafəni tapmaq üçün biz difraksiya qəfəsinin sabitini və yaxud uzunluq və bölgülərin sayını bilməliyik. Ekrana qədər məsafəni və dalğa uzunluqlarını biləndə bunu tapmaq mümkündür. Bu qədər.